İkinci nümunəyə baxırıq. Digər variant 27-ci sual yenə. Biri yalnız baş üzvlərdən ibarətdir. Açar sözümüz baş üzvlərdən ibarətdir. Götürülən cavab C variantıdır. C-yə baxırıq. Əqrəb qorxulu həşəratdır. Cümləni təhlil edirik. Həşəratdır xəbər. Nə həşəratdır? Əqrəb. Əqrəb necə həşəratdır? Qorxulu. Burada artıq təyin işlənib deyə bu cümlə yalnız baş üzvlərdən ibarət deyil. Yəni ikinci dərəcəli üzvü var. Ona görə C artıq səhv cavabdır. Yəni cavab səhv götürülüb. İkinci dərəcə baş üzvlərdən ibarətdir əgər cümlə. Deməli, biz hansı cümlədə ikinci dərəcəli üzv varsa, onu atacağıq və ən qabarıqlarından işləyirik. Kinodan sonra evə qayıtdıq. Haraya qayıtdıq? Evə zərflikdir. Ona görə artıq burada ikinci dərəcəli üzv var. Bu il məhsulumuz bol oldu. Bol oldu. Nə vaxt? Bol oldu. Nə vaxt? Bu il zərflik var. Deməli, burada da artıq ikinci dərəcəli üzv iştirak edib. D variantı. Nəriman şəhərdə yaşayırdı. Harda yaşayırdı? Şəhərdə. Deməli, burada da ikinci dərəcəli üzv var. O atıldı və deməli, yeganə cavabımız qaldı E variantı. Sizin qonşunuz həkimdir. Həkimdir xəbər. Kim həkimdir? Sizin qonşunuz. Və cümlə yalnız baş üzvlərdən ibarətdir. Ona görə də E variantı bizim cavabımızdır. Deməli, düzgün cavab E variantı. Və səhv nəyə görə səhvə yol verilib C variantında? C variantında qorxulu həşərat, deməli, ismi birləşməsi işlənib və səhvən uşaqlar adətən belə ismi birləşmələrə sual verib birlikdə götürürlər. Yəni, əqrəb nədir? Qorxulu həşəratdır. İkisini bir yerdə cümlənin bir üzvü hesab ediblər və orada birinci tərəfi təyin kimi ayırmayıblar. Səhv də bundan yaranıb. Amma yadda saxlamaq lazımdır ki, əgər ismi birləşmənin hər iki tərəfi şəkilsizdirsə, yəni orada mənsubiyyət və hal şəkilsi iştirak eləməyibsə, onda həmin birləşmənin birinci tərəfi müstəqil təyin olur və deməli, belə olan cümlələrdə həmin birləşmə iki cümlə üzvündən ibarət olur. Birinci tərəf təyin, həmişə ikinci tərəf isə istənilən cümlə üzvü ola bilər və bu, deməli, məqamı mütləq nəzərdə tutmaq lazımdır, yadda saxlamaq lazımdır.